Yusuf, Aycan qardaş. səbəbkarı təbrik elə, amma səmimi. Səmimi təbrik eləməyimi istəyirsənsə, bu ad günü olan insan mən də sizin kimi bura dəvət eləyir. Mən bilirəm ki, bu münasibət saxta münasibətdir. Bu münasibətdən heç bir, yəni salamdan söhbət gedə bilməz. Mən arzu edirəm ki, bu insan olmağı öyrənsin, xain olmasın, minsifət olmasın, dost pərdəsi altında, yəni dondan dona girməsin. Mən arzu edirəm ki, gələn il nəinki sənin ad günün, heç sənin şad günündə olmasın. Gələn il eşidək ki, sənin cümə axşamındır, sənin 40 mərasimindir. Ar olsun sənə, ayıb olsun sənə, çünki sən yalandan özü insan kimi göstərsən. Normalda sən bir köpüklikdə insan deyirsən. Heç sənə görə qaldırdığım badəni içmirəm belə. Tüpürün bax sənin o tülkiyə oxşayan sifəti var. Nətər dedim qardaşlar? Yaxşı deyil. Əla, əla. Sağ olun.